Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Maşdağada Kanal Marketin yaxınlığında düz məhəlləsinə qədər asfalt yol olan və magistral yola da çox yaxın məsafədə şəxsi tikili 2 mərtəbəli kubcalı 5 otaqlı həyət evimiz satışa çıxıb. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Məlumatların hər biri videonun daxilində qeyd olunur. Evimiz ümumilikdə 2 sot torpaq sahəsindədir. 2 mərtəbə 5 otaqdan ibarətdir. Hər mərtəbənin hamam sanitar qovşağı var. Evin ikinci mərtəbəsindən birbaşa evin balkonuna da çıxış etmək mümkündür. Həyət tamit daşla döşənilib. Evin həyətinə maşın rahatlıqla daxil ola bilər. Evin kürsüsü evin daxilindən verilib. Yerdən hadasa 5 daş kürsüdən. Dəhliz sistemlidir. Dəhlizə daxil olduqda solda gəlir geniş bir qonaq otağı. Sağda isə gəlir evimizin mətbəxi. Mətbəx mebeli var. Hamam sanitar qovşağın aksesuarları var. Dörd bir tərəfi qoşadaşdır. Kombi sistemi çəkilib evdə. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının da hər biri qoyulur. Bir daha qeyd edirəm, ev tamamilə şəxsi tikilidir. Tikintisi zamanı da satış nəzərdə tutulmamışdı. Ehtiyac olduğuna görə ev satışa çıxdı. Bura birinci mərtəbənin hamam sanitar qovşağı. Orada gördüyünüz kiçik qapı isə pləkanın alt tərəfində yerləşən kladovka hissəsidir. Sənədi kubcadır. Təyinatı xüsusi mülkiyyətdir. Evin ümumi sahəsi isə 200 kvadrat metrdir. Qiyməti isə 145 min manatla satışa çıxıb. İnşallah ki, real alıcılar olsa, qiymətdə də indirim olunacaq evin sahibi tərəfindən. Bu da evimizin ikinci mərtəbəsi. Birinci mərtəbəmizdə yerləşirdi bir qonaq otağı, bir yataq otağı, mətbəx və hamam sanitar qovşaq. İkinci mərtəbədə isə 3 yataq otağı və hamam sanitar qovşağı var. Çardağa da girişi var. Ünvanı bir daha qeyd edirəm. Artıq videomuz bitmək üzrədir. Maşdağada Kanal Marketin yaxınlığında yola yaxın, hər tərəfi yaşayış olan yerdən 2 sotun içində 2 mərtəbə 5 otaq, 200 kvadrat, kubcalı qiyməti də 145 min manat. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Göz haqqınızı halal edin.